Buraların qışından fərqli olaraq, oraların qışı qarsız başlamışdı və öz ağ rəngli gəlinlik paltarını İnnsbruck şəhəri hələ gözləyirdi. Lakin şəhər sakinlərini qarın olmaması heç də məyus etmirdi. Qarlı dağların əhatəsində olan qarsız İnnsbruck öz adi qış həyatını yaşayırdı. Uşaqlar buz meydançalarında sürüşürdülər, böyüklər onlara baxıb ötən illəri xatırlayırdılar. Avstriya bütövlükdə əyalətlərə bölünüb, lakin burada onları əyalət yox, torpaq adlandırırlar və İnnsbruck şəhəri Tirol torpağının paytaxtıdır. İnnsbruckun tarixi aparıb çıxarır 10-cu əsrin əvvəllərinə. O zamanlar İn çayının sahillərində balaca və adsız bir qəsəbə var idi. 1239-cu ildə isə bu qəsəbə həm öz indiki adını aldı, Innsbruck, həm də şəhər statusunu. Lakin həqiqi inkişafını İnnsbruck yalnız 15-ci əsrdə yaşamağa başladı. 1459-cu ildə taca qalxmış 1-ci Maksimilian onu Habsburqların iqamətgahı elan etdi. 1669-cu ildə isə burada universitet yarandı və İnnsbruck həm də imperiyanın intellektual elitasını özünə cəlb etməyə başladı. Müasir ölçülərlə İnnsbruck elə də böyük şəhər deyil. Əlbəttə, əsas gözəlliyi ona ətrafdakı Alp dağları verirlər. Məsələn, bu dağlara görə İnnsbruck 2 dəfə Olimpiya oyunlarını qəbul etmək şərəfinə nail olub. 1964-cü ildə və 1976-cı ildə. Birincisini xatırlaya bilmirəm, çünki 3 yaşlı çağa idim. 1976-cı ilin Olimpiya oyunlarını isə yaxşı xatırlayıram. O vaxtlar rəngli televizorlar təzə-təzə çıxırdılar və ekranlara yapışıb biz rəngarəng qış həyatından heyrətlənirdik. Sovet İttifaqının mərkəzi televiziyası Olimpiya oyunlarından canlı reportajlar yayımlayırdı və o illərin ən parlaq xatirələri məsələ bu reportajlarla bağlı idi. Baby, go ahead, shake that thing, baby, like you want it to. So do what you gotta do. You've been working hard all week, so tonight come with me.